Baxmayaraq ki, payızın son günləridir. Şükür Allaha, havalar xeyli xoşdur və yaz günlərini hiss edirik. Axşamlar hava biraz soyusa da özünüzü allatdırmayın havanın bu gününə, isti gününə. Çünki xeyli insanlar deyir, doktor, səhər gördüm gündür və pencəklə çıxdım, axşam gec qayıtdım, soyuq oldu, gecələr hava soyuyur axı. Və soyuq oldu və ondan sonra hiss edirəm ki, kürəyim ağrıyır, çiynim ağrıyır, oynaqlarımda ağrı var. Yəni, allanmaq olmaz. Və bu baxımdan da dediyim kimi, mütləq mənada havanın xoş olmasına aldanmayın. Xüsusilə də xroniki xəstəliklər bu dövrdə kəskinləşir. Xüsusilə revmatizm olanlar, braxial asması olanlar, adi əzələ, miyazit, əzələ iltihabı, yəni qulunc olanlar, loru dillə desək, oynaq xəstəlikləri, revmatoid polartrit, sonra migren, baş ağrısı, soyuq dəyən kimi, külək vuran kimi, saçını yaxşı qurutmasa, külək dəyən kimi görürsən ki, ağrılar, baş ağrıları tutur. Yəni, iqlimin dəyişilməsi sizi, dediyim kimi, aldatmasın. Bu baxımdan da ehtiyatlı çıxın, səhər nazik geçsəniz də mütləq plaşınızı qoltuğunuza vurun ki, onu vaxtında, axşam səhərin olanda, gec qaydanda geyinə biləsiniz.